sulu. Hansı nə mənşəlidir? Sahib ardıcıl deyirəm. Kanadada yerləşən göllər. Bunları ölkəsi üzrə qruplaşdırsaq daha yaxşı olar. Kanadada yerləşən göllər. Böyük Ayı, Böyük Gölə, Atabaska, Winnipeg. Şirin suludur, buzlaq mənşəlidir. Hərəsində öz özəlliyini deyəcək. Demək, burada dedim ki, birinci gələcək hansı? Böyük Ayı. Böyük Ayı yerləşir iki işıqlanma qurşağında. Böyük Gölədən başlayır Mackenzie. Gəldik yuxarı göllər şəbəkəsinə. Yuxarı Michigan, Huron, Erie, Ontario. Michigan təkcə ABŞ-da, digərləri isə ABŞ-Kanada sərhədində olacaq. Gəmçilik üçün çox əlverişlidir. Qışda buz bağlamırlar. Yəni buz olmur üzəri. Ona görə də yay-qış gəmçilikdə istifadə olunur. Burada ABŞ-da var böyük duzlu göl. Bu da ABŞ-ın duzlu göldür. Bunlar hamısı şirindir, buzlaq mənşəlidir. Cənubi Amerikan şimalında Venezuelada Maracaibo gölü laqun mənşəlidir. Yeganə göldür ki, okeanla birbaşa əlaqəsi var. Neft qaz ehtiyatları ilə zəngindir. Peru Bolivia sərhədində Titicaca gölü dağ gölüdür. Ən yüksək dağ gölüdür. Hündürlüyü 3812 metr. Şirin suludur. Maracaibo amma şor sulu idi. Sonra gəldik Afrikanın əyilmə zonasında yerləşir. Victoria və Çad. Çad axarsızdır, şirin suludur. Victoria axarlıdır, şirin suludur. 3 yarım kürədə yerləşir. Buradan başladı Ağ Nil. Sınma zonasında olanlar. Tanganyika, Niassa, Rudolf, Albert. Bunlar sınma zonasındadır. Uzunsov, dar, dərin olacaq. Əyilmə isə əksi, enli və dayaz olacaq. Burada nəyə yadımızda saxlayırıq? Bu göllər bir neçə ölkənin sərhədində yerləşəcəklər. İndi hansı ölkələrdə çalışın, bunları da yadda saxlayın. Tutalım, Çad yerləşir Niger, Çad və Kamerun sərhədində. Victoria yerləşir Uganda, Kenya, Tanzaniya sərhədində. Tanzaniya həm Victoria'nın, həm Tanganyika'nın, həm də Niassa'nın sahillərini yuyacaq. Victoria gölü Afrikanın ən böyük gölüdür. Çad axarsızdır, lakin şirin suludur. Çünki yeraltı sularla qidalanır. Avstraliyada mülayim işıqlanma qurşağına düşən Erie gölü okean səviyyəsindən aşağıdır, -16 metr. Şor suludur, qalıqdır, relikdir, tektonik əyilmə zonasındadır. Bax, bu Çad kimi, Çadla Erie xüsusiyyətləri eynidir. Ya ilin yağıntılı dövrü səviyyələri qalxır, quraq dövrü isə enəcək. Sonra burada Səhrai Hilleri Gölü və materikin ikinci ən böyük gölü Torres Gölü yerləşir. Hər üçü şor suludur. Və şimalda bir dənə Argyle Gölü var. Bu insanlar tərəfindən yaradılıb. Budur şirin sulu, su anbarı əslində. Sonra yoldaşlar gəldik Avropana. Şimali Avropada İsveçdə Venerin və Vetterin gölləri. Buzlaqlı şirin suludur. Finlandiyada Inari və Sayma gölləri. Buzlaqlı şirin suludur. Inari düşürdüyü qütb işıqlanma qurşağına. Rusiyada Onega, Ladoga, bayaq dedim ki, arasında Sibir, Ladoga'dan başlayır. Neva tökülür Fin körfəzinə. Almaniyada Boden, Macaristanda Balaton, Fransa, İsveçrə sərhədində Cenevra, İtaliyada Qarda gölü yerləşəcək. Xəzərin şimalında qalıq mənşəli, duzlu, Elton basqınsaq olacaq. Dünyanın ən dərin gölü Baykal, Baykaldan başladı Ankara, Çad zonasındadır. Taymır yarımadasında Taymır. Çay başlayırsa mütləq şirin sulu olacaq. Monqolistanda Upsunul, Xubuskul. Çində Lobnor, Kunor. Bunlar hamısı şor suludur. Upsunul, Xubuskul, Lobnor, Kunor. Qazaxıstanla Özbəkistan sərhədində Aral. Təkcə Qazaxıstanda Balxaş və Zaysan. Qırğızistanda Tiyanşan dağlarında İstikul. Tacikistanda isə olacaq Sarez gölü, Uçqunbən mənşəli. Yaxşımı? İranda Urmiya, Türkiyədə Vantuz gölləri olacaq. Bunlar da şorsulu göllərdir. Göllər asandır. Nə var bu bilmək?